Hər vaxtınız xeyir olsun. Əsəmaşaşın maşallah səsim necə çıxdı. Hoş gəlmisiniz. Və bir yaxşı özünüzü alqışlayın. Bu enerjini bizə ötürün. İlqar haralardasan? Darıxmışıq sənin üçün. İlqar Vüqar bizim musiqiçilərimiz və əsəmaşaşlarımız xəbəriniz olsun ki, ölkəmizdə Doğma Azərbaycanımızda bir çox universitetlər fəaliyyət göstərir və onlardan, hələ o siyahıdan çox sevilən, çox tanınan və cəmiyyətimizə istedadlı kadrlar bəxş edən Odlar Yurdu Universitetində bir alqışlayaq. Gün keçir bugün Odlar Yurdu Universitetinə həsr olunub. Yəni, bugünkü proqramımızda məhz Odlar Yurdu Universitetinin iş fəaliyyətindən danışacağıq. Məhz məzunlarından danışacağıq. 16-cı məzun buraxılışı yəni qeyd olunub və biz həmin o məzun buraxılışını burada qeyd edəcəyik. Maraqlı bir proqram sizi gözləyir. Musiqili qonaqlarımızla bərabər bir sözlə gününüz bizimlə bərabər keçsin. Sizə gün ərzində bol enerji, bol müvəffəqiyyət arzu edirik və əminəm ki, hər halda verilişimiz ərzində faydalı məsləhətlərinizi alacaqsınız. Çünki maraqlı süjetlərimiz olur. Bir sözlə gün keçirir, izləyin. Bugün dəyər. Baş sponsorumuz Medikal Plus Klinikası. Medikal Plus Klinikası hər zaman sizin sağlamlığınızın keşiyində dayanır və Medikal Plus Klinikasının peşəkar həkimləri ambulator müayinə tutmuş ən ağır cərrahi əməliyyatlara qədər həyata keçirirlər. Və Türkiyə məşhur plastik estetik cərrahı, rekonstruktiv cərrah, professor Doktor Murad Türegün 9 il tarixinədək Medikal Plus Klinikasında konsultasiya və bir sıra plastik estetik rekonstruktiv əməliyyatları həyata keçirir. Və Medikal Plus Klinikasının əlaqə nömrələri 441-40-73, 441-40-76 və 441-40-77-dir. Olimpik Star, əyləncənin bir tək ünvanı Olimpik Star'ın peşəkar məşqçiləri tez bir zamanda sizi arıqladacaqlar. Bu bir çox insanlarda yay fəslində bir kompleksi, bu kompleksinizdən azad olacaqsınız və bunun üçün sizə Olimpik Star yardım edəcək. Olimpik Star'da həm yaxşı hovuz zalı var, yəni istiyay günlərində siz həmin o hovuza yaxşı üzə bilərsiniz, çünki təmirdən təzə çıxıb, onu bilirəm. Sonra Olimpik Star'da övladlarınızın doğum gününə qeyd etmək üçün çox gözəl bir şərait var. Klonlarla bərabər, müxtəlif nağıl qəhrəmanlarıyla bərabər Olimpik Star məhz sizin yolunuzu gözləyir. 054-54-54-14, 053-37-72-44-dür. Və Baku Modern School, Baku Modern School analogu olmayan bir məktəb, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərir və Baku Modern School'un peşəkar müəllimləri sizin övladlarınıza tədrisi üçün əlindən gələn əsirgəməyəcəklər. Və Baku Modern School digərlərindən çox seçilir. Baku Modern School'un ümumiyyətlə diqqətimizi cəlb edən amilləri, tərəfləri çoxdur. Onlardan ən önəmlisi odur ki, sizin övladınız əmin əllərdə olacaq. Nə mənada? O mənada ki, məsələn, hər bir valideyn içərisində o narahatçılıq olur. Xüsusən də əgər övladı şuluqdursa, o valideyn hər zaman bir həyəcan içində olur. Görəsə nə edir, indi hardadır, nə edir, nə işlə məşğuldur. Deməli, Baku Modern School'da otaqlar qeyri-adi kameralarla təchiz olunub. Həmin o kameralar, hətta səsi belə internet səhifəsinə daxil olmaqla, yəni siz məktəbin internet səhifəsinə daxil olmaqla sizə oradan görüntü təqdim oluna biləcək. Yəni, hər şagirdin bir online kodu var, online kodunu daxil etməklə siz övladınızın məktəbdə olan davamiyyətini izləyə bilərsiniz.
Hansı dərslərə necə cavab verir? Hətta əgər övladınız xəstələnərsə belə evdən internet saytına daxil olmaqla, onlayn kodunu daxil etməklə həmin o dərsi də izləyə biləcək. Həvəsi nəyədir? Bax, bunu araşdıracaqlar. Hansı hansı peşəyə daha çoxdursa, məhz o peşə üzrə onlar xüsusi kurslara cəlb olunacaqlar. Hətta uşaqlar, yəni bilirik ki, maşın sürməyi çox sevirlər. Avtomobil sürücülük kursları keçiriləcək. Hansı ki, məktəb bitirdikdən sonra bircə imtahan verməklə, bəli, bircə imtahan verməklə onlar sürücülük vəsiqəsi əldə etmiş olacaqlar. Analogu olmayan bir məktəbdir, bir sözlə davamlı, yəni sizin üçün ətraflı şəkildə verilişimizin gedişatında danışacağım. Nömrələrini gördünüz, 24 saat ərzində qaynar xətti, zəng vurun və maraqlanın. Baku Modern School haqqında qısaca fasilə, qısa fasilədən sonra Odlar Yurdu Universiteti ilə qarşınızda olacaq. Verilişin baş sponsoru Medical Plaza Klinikası, verilişin sponsorları Olympic Star, Baku Modern School. Və hal-hazırda Odlar Yurdu Universitetinin tədris işləri üzrə birinci prorektor Samir Vəliyev gəlir. Xoş gəlmiş proqramımıza. Hoş geldiniz. Tebrik ederiz sizi. Buyurun. Prorektor, aparat rəhbəri Heydər Qəmbərov. Siz də xoş gəldiniz proqramımıza. Xoş gəlmişsiniz. Və Ruslan Sədirxanov, Xarici Əlaqələr Departamentinin müdürü. Hoş geldiniz Ruslan Bey. Biz sizi də təbrik edirik. 16-cı buraxılış belə deyək münasibəti ilə və istərdim tamaşaçılarımızı bir salamlayaq. Mikrofon alımında var. Bəli. İndi maraqlı bir süjetimiz var Odlar Yurdu Universiteti haqqında. O süjetimizi izləyək. Daha sonra söz sizdə olacaq. Buyurun. Odlar Yurdu Universiteti 17 ildir fəaliyyət göstərir. Universitetin başlıca məqsədi Azərbaycan cəmiyyətində və dünya mühitində rəqabət apara bilən yüksək bilikli və bacarıqlı, professional mütəxəssis və liderlərin hazırlanmasıdır. Universitetin özünə məxsus tədris və inzibati binası var. Tələbələrin mükəmməl təhsil almaları və onların sosial, mədəni inkişafları üçün universitetdə hər cür şərait yaradılmışdır. Tələbələrin yüksək səviyyədə təhsil alması və təhsilini başa vurduqdan sonra tələbənin işlə təmin olunması universitet rəhbərliyinin öhdəsinə götürdüyü əsas məqsədlərdən biridir. Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri kimi universitet müasir tələblərə uyğun bakalavr, magistr hazırlığı üçün güclü professor-müəllim heyəti ilə çalışır. Universitetdə müasir tələblərə cavab verən dərs otaqları, zəngin elektron kitabxana fəaliyyət göstərir. Xoş gəldiniz proqramımıza və təbii ki, bizim suallarımız sizə çoxdur. İstərdim ki, ümumiyyətlə, Odlar Yurdu Universiteti haqqında biraz kiçicik də olsa sizin istədiyiniz məlumatı bizə ki var, hansı ki, siz daha özəl formada onu çatdıracaqsınız. Bizim bilmədiyimiz məqamlar var. Digər özəl universitetlərdən Odlar Yurdu Universitetinin fərqləri nədir? Hansı fakültetlər var? Belə suallar var. Buyurun. Çox sağ olun ilk növbədə bizi dəvət etdiyiniz üçün. Təşəkkür edirəm. Odlar Yurdu Universitetinin tarixçəsinə biz nəzər salsaq, bu 17 il bundan öncəyə təsadüf edir və 1995-ci ildə universitet yaranıbdır. 96-cı ildə artıq dövlət qeydiyyatından keçib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyasını alıbdır və fəaliyyətə başladığı andan ulu öndərimiz, ümumilli liderimiz Heydər Əliyevin təhsil millətin gələcəyidir kəlamını özünün fəaliyyətinin bir şüarına çevirmiş, bir lozunquna çevirmişdir. Və universitetin
yarandığı andan qarşısına qoyduğu məqsəd savadlı, qabiliyyətli, bacarıqlı, peşəkar, dünyada gedən qloballaşma prosesindən baş çıxaran, öz vətənini, torpağını, millətini, prezidentini sevən bir Azərbaycan vətəndaşını yetişdirməkdən ibarət idi. Və bunun üçün universitet əlindən gələni edib, bunun üçün universitet çox qısa müddət ərzində, 17 il mən düşünürəm ki, təhsil üçün heç də böyük zaman kəsiyi deyil, çox qısa bir zaman kəsiyi idi. Və bu 17 il ərzində universitet güclü ilk növbədə maddi-texniki bazaya nail olubdur. Yəni, bura universitetin deməli, laboratoriyaları, müasir kompüterlərlə təchiz olunmuş kompüter mərkəzləri və yaxud gördüyünüz sujetdə göstərildi. Kitabxana fondu, 10 minlərlə kitab, elektron kitabxanası. Eyni zamanda universitetdə idarə etmənin üsulu, imtahan prosesinin aparılması, bütün bunlar birbaşa maddi-texniki bazaya bağlı olan bir məsələdir. Eyni zamanda universitet ölkəmizin və ölkəmizdən kənar olan mütəxəssisləri, professor müəllim heyətini cəlb edə bilmişdi. Bu da təbii ki, təhsilin keyfiyyətinə birbaşa təsir edir. Və çox onu da qeyd edim ki, universitet ən böyük əhəmiyyətini, ən böyük məqsədi ilk növbədə təhsildə, universitetdə təhsilin keyfiyyətini yüksəldərməsinə yönəldirdi. Və mən hesab edirəm ki, bu günləri bizim məzunlarımız bizim buraxılışa gedən və artıq məzun statusunu əldə etmiş bizim gənclər buna bir nümunədir. Mən düşünürəm ki, hər bir təhsil müəssisəsinin məhsulu təbii ki, onun məzunudur və bugünkü bizim məzunlar, mən sizə bir statistikaya nəzər salım, 62%-dən yuxarı bizim məzunlar istər dövlət, istərsə də qeyri-dövlət sektorunda işlə təmin olunur. Bu, bizim universitet buna nail olmuşdu, bu qısa müddət ərzində nail olmuşdu və düşünürəm ki, gələcəkdə də universitet həm öz maddi-texniki bazasını, həm professor müəllim heyətini, həm də təhsildə olan keyfiyyətinin yüksəlməsi məqsədi ilə əlindən gələni əsirgəməyəcəkdir. Və bir daha onu qeyd edim ki, bütün universitetin məqsəd və amalı Azərbaycana yararlı vətəndaşların formalaşdırılmasından ibarətdir. Bəli, təbii ki. Və icazə versəniz, universitetin nəzdində fəaliyyət göstərən bir qisim qurumlar haqqında da məlumat verim. Belə ki, universitetimizdə Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə vaxtaşırı universitetin professorları, dəvət olunmuş, tanınmış elm xadimləri, dəvət olunmuş, tanınmış insanlar mühazirələr oxuyurlar. Bizim tələbələrimiz üçün bu çox önəmlidir. Bu Heydər Əliyev irsinin öyrənilməsi, Heydər Əliyev fəlsəfəsinin gənclərimizdə aşılanması bu xüsusi önəm kəsb edir. İlk növbədə tərbiyəvi xarakter kəsb edir. Eyni zamanda universitetdə Amerikaşünaslıq mərkəzi fəaliyyət göstərir. Universitetimizdə Alman regional dil mərkəzi fəaliyyət göstərir. Elə bir dil mərkəzidir ki, regional xarakteri daşıyır və regional xarakteri daşımaqla yanaşı yalnız bu mərkəzdə, bu dil mərkəzində təhsil almış və bitirmiş insanlar Alman dilli universitetlərində təhsil almaq imkanına malikdirlər. Onlara verilən bu dil mərkəzinin sonunda sənədlər, sertifikatlar, diplomlar Almaniyanın, Avstriyanın və digər Alman dilli ölkələrdə keçərli sayılır və həmən universitetlərə bir vəsiqədir. Qeyd etməliyəm ki, universitetdə artıq 98-ci ildən etibarən orta məktəb fəaliyyət göstərir. Bakıda Britaniya məktəbi, British School in Baku. Qısa müddət ərzində, yəni 98-ci ildə həyata vəsiqə almış və 99-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya malik olan bu orta məktəbin bir neçə özəlləri haqqında sizin diqqətinizə çatdırmaq istəyirəm. Bakıda Britaniya məktəbi, onun fərqli cəhəti ilk növbədə ondan ibarətdir ki, məktəb ikili sənəd məzunlarına verir. Yəni, Azərbaycan dövlət təhsil standartlarını gözləmək şərti ilə məktəbdə Britaniya tədris plan və proqramları da tətbiq olunur. Və bu imkan verir ki,
həm məzunlara Respublikamızın attestatını, eyni ilə də Britaniyanın məzun sənədlərini, məzun diplomlarını verirək. Bu da təbii olaraq orta məktəbi məzununa həm ölkə universitetlərinə daxil olmaq imkanı yaradır, eyni zamanda dünyanın istənilən ali təhsil müəssisəsinə qəbul olmaq imtahansız, yəni mən bir daha onu qeyd edim, imtahansız qəbul olmaq imkanı və şəraiti yaradır. Məktəbin... Yəni attestat elə keçərlidir ki, Bəli. onun artıq həmin o şagirdin ölkə xaricində təhsilini, ali məktəbdə təhsilini davam etdirməsi üçün imtahansız qəbul edilir. Tamamilə Maraqlıdır. doğru. Aha. Çünki onu qeyd edim sizə ki, məktəbdə deməli şagirdlərə verilən attestat, yəni məzunlara verilən attestat dünyada tanınılan Britaniya orta məktəbləri tərəfindən öz məzunlarına verilən attestatla eynilik təşkil edir. Yəni eyni xarakterli attestatdır, eyni xarakterli sənəddir və artıq məktəbimizin məzunu Britaniya məktəbinin, Britaniyada fəaliyyət göstərən məktəbin məzunu ilə statusca eyni. Ona görə də Bakıda Britaniya məktəbinin məzunu çox böyük imkan əldə edir, böyük şans əldə edir ki, bir məzun olaraq seçimini artıq özü etsin. Ölkə daxili universitetlərə qəbul olmaq fikrindədir, düşüncəsindədir və yaxud da ki, ölkədən kənar istənilən ən nüfuzlu tanınmış ali təhsil müəssisələrinə. Aydın, təşəkkür edirəm Samir bəy sizə. Təbii ki, suallarımız hələ çoxdur. Heydər bəylə mən istərdim bax belə bir sual verim. Qəribə bir haldır. Təbii ki, bu özəl universitetlər yeni yaranan vaxtlarda bir çox, xüsusən də valideynlərdə bu hardasa bir həyəcan hissi keçirirdilər ki, görəsən bu özəl universitetlərin aqibəti necə olacaq, görəsən o diplom nə qədər keçərli olacaq. Amma Odlar Yurdu Universiteti məhz bu universitetlər arasında özünü təsdiqləyən bir universitetdir. İstərdim bax bu haqda bir informasiya verək. Yəni, bəli. Mikrofon zəhmət olmasa biraz yaxın eləsin. Bəli. Siz Heydər bəy, sizlə, bəli. Mikrofonu biraz belə. Universiteti bir təhsil müəssisəsi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi sənədi verir. Bəli, bəli. Diplomu verir. Odlar Yurdu Universiteti və digər təhsil müəssisələri özlərinin yalnız təhsil müəssisəsindəki belə qeyd edeyim, Azərbaycan Respublikası Təhsil Nazirliyinin standartlarına əsasən aparılır. Təhsil sadəcə olaraq burada dövlət universitetlərindən fərq ondan ibarətdir ki, Odlar Universitetinin maliyyələşməsi öz hesabınadır. Yəni ki, tələbələrin ödədiyi təhsil haqqı hesabınadır. Nə gözəl, nə gözəl. Yəni fərq ondan ibarət. Çox maraqlıdır bu. Nə qədər tələbə təhsil alır sizə? Siyasını... Deməli, mən bir bəlkə sualınıza cavab olaraq onu demək istərdim ki... Yəni, bu il 612 nəfər buraxılış olub. Bu il 612 nəfər buraxılışımız olub. Təbrik edirik sizi. Çox sağ olun. Və mən hesab edirəm ki, bizim məzunlar ilk növbədə qürur duyurlar ki, məhz Odlar Yurdu Universitetini qutarıblar. Birincisi ona görə ki, cəmiyyətdə artıq formalaşmış, oturuşmuş təhsil müəssisələri və dinamik öz inkişafı ilə fərqlənən təhsil müəssisələri varsa, Odlar Yurdu Universiteti həmin müəssisələr sırasındadır. Çox gözəl. Və dediyiniz sualınıza cavab olaraq dedim ki, ümumiyyətlə dövlət və yaxud da ki, özəl təhsil müəssisələri dedikdə biz bir şey anlamalıyıq ki, istənilən Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisəsi, fərqi yoxdur, bu özəldir, dövlətdir, verilən diplom nə onun həcminə görə, nə qramajına görə, nə daxildə tərtibatına görə bir-birindən fərqlənir. Bütün bunların hamısını Azərbaycan Respublikası Təhsil Nazirliyi verir. Ona görə də bugünkü gündə fərqlilik yalnız bir şeylə ola bilər. O da həmən məzunun qabiliyyətindən, həmən məzunun bir mütəxəssis kimi artıq formalaşmasının fərqi ola bilər. Bu fərqi yoxdur. Bu hansı universiteti bitiribdir? Siz bilirsiniz ki, dövlət qurumlarında işləmək üçün dövlət qulluğu haqqında qanuna uyğun olaraq müvafiq imtahan verilməlidir. Eyni zamanda bu şamil olunur həm dövlət təhsil müəssisələrini bitirən məzunlara, həm özəl təhsil müəssisələrini bitirən məzunlara.
özəl qurumlara işə götürərkən, özəl qurumun daxili əsasnaməsinə uyğun olaraq pilləvi keçid sistemi vardır, işə götürmə sistemi var. Bu şamil olunur yenə də həm dövlət, həm özəl universitetin, ali təhsil müəssisəsinin məzununa. Ona görə də nə diplom nöqteyi nəzərindən, nə onun vizuallığı nöqteyi nəzərindən heç bir fərq yoxdur. Fərqlilik yenə də həmən şəxsin qabiliyyətindədir, həmən şəxsin bacarığındadır və bu birbaşa ali təhsil müəssisənin verdiyi keyfiyyətli və yaxud keyfiyyətsiz təhsilə bağlı. Bəli, bəli, təbii ki. Mən bir sualım da Ruslan Sədirxanovadır, Xarici Əlaqələr Departamentinin müdürüsünüz. Ruslan bəy, təbii ki, siz də universitetin beynəlxalq əlaqələrini qurmaqla, belə deyək də, məşğulsuz. İstərdim öz işiniz barəsində də bizə bir informasiya verəsiniz. Bilirsiniz, bizim deməli şöbə departament 1996-cı ildən öz fəaliyyətini başlayıb. İndi axırıncı illərdə mən eləmək istərdim ki, məsəl üçün biz belə ölkələrlə ABŞ-dır, Polşadır, İtaliyadır, Almaniyadır. Onlarla güclü deməli əlaqə yaratmışıq və bu əlaqələr inkişaf edir. Məsəl üçün onlarla birlikdə biz proqram yaratmışıq və o həyata keçirdirik. Onlarla birlikdə biz trening aparırıq və gələcəkdə mənə elə gəlir ki, bu deməli əlaqə daha da geniş olacaq və bizim müəllim və tələbə üçün daha da geniş imkanlar yaradacaq. Aha. Aydındır və təşəkkür edirik sizə. Çox sağ olun. İndi biz bir sujetimiz var. Bəli. Rektor, Odlar Universitetinin rektoru tələbələrin işlə təmin olunması haqqında danışacaq. Biz bir daha təşəkkürümüzü bildirib. Həmən bir daha söyleyeyim. Qonağımız Samir Vəliyev, tədris işləri üzrə birinci prorektor, Heydər Qəmbərov, aparat rəhbəri prorektor və Ruslan Sədirxanovadır, Xarici Əlaqələr Departamentinin müdürü. Təşəkkürlərimiz sizə və indi Odlar Universitetinin rektorunu dinləyəcəyik. Bugün üniversitetimizin 2012-ci il məzun gününü qeyd edirik. Artıq üniversitetimiz 17 ildir fəaliyyət göstərir. Bu buraxılış 13-cü buraxılışdır. Biz bir üniversitet olaraq məzunlarımızla bağlı həmişə maraqlanırıq. Üniversiteti bitirən hər bir məzunun işlə təminatı məsələsini diqqətli saxlayırıq. Bilirsiniz ki, təhsil müəssisəsinin o siması onun məzunlarının işlə təminatıyla bağlıdır. Dünyanın hər yerində belədir. Əgər universitetin məzunu işlə təmin olunursa, deməli o universitet tədris prosesini ümumiyyətlə bir universitet kimi öz vəzifəsini layiqincə yerinə yetirir. Və biz də bir universitet olaraq Odlar Yurdu Universiteti bu işlə bağlı çox ciddi işlər aparır. Bizdə karyera mərkəzi var. Məzunların işlə təminatı ilə məşğul olur. Bu günləri biz statistika aparmışıq. Artıq buraxılışın demək olar ki 60%-dən yuxarı məzunu öz ixtisasları üzrə işlə təmin olunubdur. Yerdə qalan hissəsidir. Mən deyərdim ki, bəlkə 5-3% işlə təmin olunmayıb. Onlar da biri ailə qurub, deyək ki, hərbi xidmətdədir və s. Ancaq əsasən universitetin məzunları bu günlərin işlə təmin olunubdur və bugünkü məzunlarımızın da qarşısında biz çıxış edəndə də həmən fikri biz söyləmişik. Ən yaxşı məzunlarımızı biz ümumiyyətlə universitetdə fəaliyyət eləmək üçün həmişə dəvət edirik. Onların bir qismi bizim universitetdə çalışırlar və eyni zamanda universitetimizin nəzdində fəaliyyət göstərən orta məktəbdə, qurumlarda onları biz işlə təmin eləmişik. Qalanları da öz arzularına görə dövlət orqanlarında, qeyri-dövlət müəssisələrində, özəl sektorlarda onların işlə təminatı deyərdim ki, tamamilə təmin olunubdur. Verilişin baş sponsoru Medical Plaza Klinikası, verilişin sponsorları Olympic Star, Baku Modern School.
Proqramımız davam edir və Odlar Yurdu Universitetinə həsr olunmuş proqramımız davamında edir. Qonağımız Tərlan Abdullayevdir. Universitetin elmi işlər üzrə prorektoru, Səbuhi Əliyevdir, hüquq üzrə fəlsəfə doktoru, universitetin məzunudur və Samirə Fərəcova, demək universitetin ilk məzunu və müəllimi. Xoş gəlmisiniz. Hoş geldiniz. Tərlan Abdullayev, texnika elmlər doktoru. Buyurun. Hoş geldiniz. Və Odlar Yurdu Universitetinin elmi işləri haqqında təbii ki, bizə maraqlıdır. Tərlan müəllim danışacaq bu haqda. Hoş geldiniz Tərlan müəllim. Sizi də təbrik edirik 16-cı buraxılış münasibətilə. Buyurun. Bilirsiniz, universitetin müvəffəqiyyətli, düzgün fəaliyyəti üçün təkcə tələbə hazırlığı ilə, bakalavr hazırlığı ilə məşğul olmaq azdır. Onun üçün də bizim universitet yarandığı qısa bir müddətə baxmayaraq, təhsilin bütün səviyyələri artıq fəaliyyət göstərir. Bakalavr səviyyəsi, magistratura səviyyəsi, doktorantura səviyyəsi müvəffəqiyyətlə fəaliyyət göstərir. Və sevindirici haldır ki, bizim öz tələbələrimizin, deyək ki, orta məktəbdən, Samir müəllim dediyi kimi, orta məktəbdən müvəffəqiyyətlə oxuyan tələbələr, institutun bakalavrları olurlar. Yaxşı oxuyan bakalavrlar eyni zamanda magistratura pilləsində təhsillərini davam edirlər. Eyni zamanda doktorantura səviyyəsində davam etdirmə imkanları yaranır və qurtardıqdan sonra, yaxud da ki, bu müddət ərzində onların institutda çalışmaq, öz işlərini yerinə yetirmək, müəllim kimi, aspirant kimi, doktorant kimi fəaliyyət göstərmə imkanı yaranır. Bizim qısa bir müddətdə belə müvəffəqiyyət qazanmağımızın müxtəlif səbəbləri var. Bu səbəblərdən mən demək istəyərdim, birincisi, hər bir idarəetmə obyektinin xüsusiyyətləri var. O xüsusiyyətləri düzgün seçəndə, düzgün idarə edəndə nəticə almaq mümkün olur. O prinsiplərdən biri, birinci rəhbər prinsipidir. O idarəetmə ilə məşğul olan yoldaşlar bunu yaxşı bilirlər. Əgər birinci rəhbər düzgün seçirsə, o qurduğu təşkilatın, qurduğu müəssisənin iş prinsipini aşağıdan yuxarıya kimi düzgün dəyərləndirə bilirsə və yaratmaq istədiyini düzgün bilirsə, o proses öz nəticəsini yaxşı verir. O barədə də bizim böyük baxtımız gətirib ki, Əhməd müəllim Vəliyev həqiqətən də bütün bu səviyyələrdə bizim fəaliyyət göstərməyimiz üçün, uşaqların, tələbələrimizin müvəffəqiyyətlə çıxış etmələri üçün lazım olan bütün şəraitləri yaradmışdır universitetdə. Bizim hər səviyyədə müvəffəqiyyətlərimiz var. Bizim bakalavr səviyyəsində tələbələrimiz respublika və beynəlxalq konferanslarda iştirak edirlər. Bizim axırıncı illəri götürsək hətta, bu il keçirdilən 22-ci Respublika Olimpiyadasında bizim tələbələr müvəffəqiyyətlə fənn olimpiyadasına müvəffəqiyyətlə çıxış edərək rus dilindən, biologiyadan, informatikadan mükafatlandırıcı yerlərə layiq görülmüşlər. Eyni zamanda 17-ci Respublika Elmi Konferansı, tələbələrin elmi konferansında bizim tələbələr yenə də müvəffəqiyyətlə çıxış etmişlər. Onlar dediyim sahələrdən başqa eyni zamanda informatika, iqtisadiyyat sahəsində, xarici dil, İngilis dili sahəsində böyük müvəffəqiyyət qazana bilmişdilər. Bizim tələbələrlə işləməkdən ötürü böyük elmi pedaqoji potensialımız var. Yəni, bu nöqtədə ki, bizim bütün rəhbər işçilər elmi işlə məşğuldular. Belə ki, universitetimizin prorektorlarından biri Namizəd müəllim Feyzullayev, riyaziyyat elmləri namizəd ola, eyni zamanda o doktorluq işini tamamlamışdır. İqtisadiyyat və Menecment Fakültəsinin dekanı, vilayət müəllim İsmailov, o da iqtisadiyyat sahəsində doktor işini başa çatdırmış, müdafiə üçün təqdim etmişdir. Yaxın zamanla, qısa bir yaxın müddətdə İnstitutumuzun kafedra müdürü Samirə Vəliyeva, pedaqoji elmlər üzrə fəlsəfə doktorunun adına, Rəsul Əliyev, eyni zamanda o da deməli fəlsəfə elmlərinə, psixologiya sahəsində fəlsəfə elmləri namizədi adına layiq görülmüşdülər. Bizim bir qədər də deməli magistratura səviyyəsində təhsil haqqında demək istəyərdim ki, bizdə institutda olan bütün bakalavr ixtisasları üzrə
magistr hazırlığı həyata keçirilir və bizim magistrlərimizin qutarandan sonra Respublikanın demək olar ki, bütün qabaqcıl müəssisələrində işlə təmin olmaq imkanı var. Bizdə MBA proqramı fəaliyyət göstərir ki, bu proqram Amerikanın Lincoln proqramı ilə, institutu ilə birgə fəaliyyət göstərir. Orada təhsil həm ingilis, həm Azərbaycan dilində aparılır. O ingilis dilli tələbələrin demək olar ki, bir nəfəri yoxdur ki, onlar işlə təmin olunmasınlar. Biz onlar üçün işləyə-işləyə oxumaq imkanı yaratmışıq ki, dərslər axşam keçirdilir, 6-cı gündə keçirdilir. Yəni, bütün o elmin inkişaf etmək üçün, elmi sahələri, yaradıcılığı əmələ gətirmək üçün bizdə bütün şərait yaradılmışdır. Elmi araşdırmalar mərkəzi bizə fəaliyyət göstərir ki, orada müxtəlif sahələrdən mütəxəssislər toplanır, biz elmi araşdırma aparırıq. Kafedralarımızda innovasiyalar və koordinasiya mərkəzinə qeydiyyatdan keçirilmiş elmi tədqiqat işləri yerinə yetirilir. Kafedralar, müəllimlər vasitəsilə. Bizim universitetin pedaqoji və elmi xəbərləri jurnalı VAK-ın, yəni Ali Attestasiya Komissiyasının qeydiyyatına alınmışdır və orada çıxan məqalələr elmi məqalə kimi qəbul olunur. Odur ki, bizi bakalavr, doktorantura səviyyəsində təhsil alan tələbələrin öz elmi əsərlərini, tədqiqatların nəticələrini çap etdirmək üçün harasa qırağa getməyə ehtiyac yoxdur. Onlar sadə olaraq bizim öz jurnalımızda çap olunur və qısa bir müddətdə yaxşı nəticələr göstərir və dərəcələri, növbəti dərəcələri almağa layiq olurlar. Çox gözəl, Tərlan bəy, təşəkkürümüzü bildiririk sizə. İndi mən bir müğənni qonağımız olacaq bir neçə dəqiqədən sonra. Hal-hazırda gəlsinmi qonağımız? Universitetin məzunudur və bir ifası ilə hal-hazırda çıxış edəcək. Bir qədər sonra daxil olur doğrusu və Səbuy Əliyev hüquq üzrə fəlsəfə doktoru universitetinin də məzunudur. Səbuy bəy, istərdim sizə çıxış edəsiniz. Bir universitetin həm məzunu kimi, həm də orada çalışan bir insan kimi, bəli. Təşəkkür edirəm. Hardasa mən həmişə fikirləşirəm ki, bizim kimi tələbələr universitetin məzunlarının daha çox haqqı var universitet barədə danışmağa. Çünki təhsilin bütün pilləsini mən həm bakalavr, həm magistr, həm aspirantura pilləsini mən bu universitetdə bitirmişəm və bir monoqrafiyanın müəllifi, 20-dən çox elmi əsərin və bir dərs vəsaitinin həm müəllifiyəm. Mən bu göstəriciləri ona görə qeyd edirəm ki, bu göstəricilərə görə mən universitetdə yaradılan şəraiti diqqətinizə çatdırmaq istəyirəm. Bu şəraitin bəhrəsidir ki, biz cavan elm adamları belə bir elm sahəsi ilə məşğul oluruq və müəyyən nailiyyətlərə əldə edirik. Bugün Respublikamızda heç kim əsir deyil ki, idarəetmə sistemində elm, təhsil insanlarının sayı çoxdur və bugünkü Azərbaycanın yüksələn nüfuzu məhz həmin insanların fəaliyyəti ilə bağlıdır. Məsələnin bu fonunda qeyd etmək lazımdır ki, elm, təhsil müəssisələrinin üzərinə çox ağır bir yük düşür ki, həm vətəndaş, eyni zamanda mütəxəssis, eyni zamanda bilikli, bacarıqlı mütəxəssislər yetişdirsinlər və həmin şəxslər idarəetmə sistemində təmsil olunsunlar. Mən bir şey maraqlıdır. Məsələn, siz təhsilin bütün mərhələlərini Odlar Yurdu Universitetinə keçmişsiniz. Niyə məhz Odlar Yurdu Universitetini seçdiniz? Ona görə ki, qeyd olunan universitetdə Tərlan müəllimin bildirdiyi kimi çox profilli elmi tədqiqat işlərinin aparılması, həm yerli, həm xarici mütəxəssislərin bu universitetdə tədqiqat işlərini birgə aparması, elmi simpoziumların, elmi konferansların artıq deyərdim burada dəb alması və ümumiyyətlə elmi işlərin aparılması üçün münbit şəraitin olması şəxsən məndə belə bir stimul yaratdı ki, mən gələcək elmi işlərimi də bu universitetlə bağlayayım. Mən bir məsələni də qeyd edeyim ki, bakalavr pilləsini Vahid Qəhrəmanov adına təqaüdlə, magistratura pilləsini Heydər Əliyev adına təqaüdlə bitirəndə mənim digər universitetdə də təhsil almaq şansım var idi. Amma mən böyük məmnuniyyətlə təbii ki, bu universiteti seçdim və elmi tədqiqat işlərimi bu universitetdə davam elətdirdim və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Ondan başqa Biz niyə alqışlamırıq? Təşəkkür edirəm. Eyni zamanda rəhbərliyin diqqət və qayğısına mən bildirmək istəyirəm. Hörmətli professor, millət vəkili Əhməd Vəliyevin biz alimlərə, gənc alimlərə yaratdığı hər tərəfli şərait
mənim kimi və digərləri kimi insanların gələcəkdə də bu elm sahəsində öz professional elm yaradıcılıqlarının aparılacağından xəbər verir. Bizim elmi işlərimiz, elmi təhqiqatlarımız universitetdə aprobasiya olunur. Yəni bu artıq mən deyərdim bizdə rəhbərlik və hələ mən əvvəllərə qayıdıram, tələbəlik illərində bir baryer olmayıb. Mən heç vaxt bunu hiss eləməmişəm. Dediyi sualın bir hissəsini də bundan cavab verim ki, yəni bu özü də bir stimul yaratdı ki, biz bu universitetlə gələcək təhsilin pillələrini davam etdirək. Universitetimiz Azərbaycanda, eləcə də Azərbaycandan kənarda nüfuzunu gündən-günə artırır. Biz universitetin məzunu olaraq universitetimizə hər gəlişində bu yeniliyi, bu inkişafı görürük. Əvvəlki fikrimə qayıdıram. Azərbaycanın inkişafı istiqamətində təbii ki, elm adamlarının, təhsil adamlarının rolu böyük olub və böyük olacaqdır. Və şübhəsiz ki, Odlar Yurdu Universiteti bu istiqamətdə öz töhfəsini vermiş və verəcəkdir. Mən bir məsələni də qeyd eləmək istəyirəm ki, universitet artıq təhsil ocağı ilə yanaşı elm ocağına çevrilmişdir. Əgər yaşını biz nəzərə alsaq, burada artıq elmi qeyd elədiyim kimi təhqiqatların aparılması, cavan gənc elm adamlarının yetişməsi və cəmiyyətdə artıq öz yerlərini tutması bu ondan xəbər verir ki, artıq bu ocaq təhsil müəssisəsi ilə yanaşı elm müəssisəsidir. Ona görə də təbii ki, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində daimi müəllim professor heyəti çalışır və biz gənc alim kimi fikirləşirik ki və buna həmişə dəstəyik ki, Odlar Yurdu Universiteti gələcək elmimizin, təhsil sistemimizin formalaşmasında öz töhfəsini bir daha verəcəkdir. Çox gözəl, çox gözəl, çox təşəkkür edirik. Və biz bəxr edirik ki, doğrudan ölkəmizin sizin kimi gənc kadrları və alimləri var. Və Samira Fərəcova universitetin ilk məzunudur və universitetin müəllim olaraq çalışır. Mən Odlar Yurdu Universitetinin ilk məzunlarından biriyəm. Tərcümə fakültəsi üzrə həm bakalavr, həm magistr pilləsini, dərəcəsini də almışam. Bu tərcümə fakültəsi üzrə bu universitetin 901 və 902 saylı qrupları olub. Mən Rus bölməsi üzrə 901 saylı qrupun tələbəsi olmuşam və çox fəxr edirəm ki, bu universiteti bitirmişəm. Elə fikirləşməyin ki, mən bu universiteti bitirmişəm deyə mənə güzəşt olunub və bura işə götürülüb. Mən həm şifahi, həm yazılı imtahandan çox uğurla keçmiş, yüksək bal toplamış və bu universitetdə hal-hazırda Xaricilər və Tərcümə kafedrasında ingilis dili müəllimi vəzifəsində işləyirəm. Necə bir təəssüratdır? Məsələn, oxuduğunuz universitetdə müəllim olaraq çalışırsınız. Bu maraqlı bir şeydir. Yəni, mən məsələn, bizdə də var internatura. Orada internatura keçdiyim poliklinikada mən də həkim olaraq çalışmaz qaldım. Nəyə görə? Çünki kollektiv o qədər doğmaydı, o qədər mənə yaxşı münasibət vardı, o qədər gözəl insanlar vardı, ayrılmaq istəmirdim. Elə özümü elə öldürdüm ki, orada qalım. Orada da qaldım, yəni o mənə daha çox təsir bağışlamışdı. Birinci amil o idi məsələn. Sizdə yəni hansı amillər sizdə bu arzunu yaratdı ki, məhz universitetdə qalasınız? Mən onu qeyd eləmək istəyirəm ki, bu universitetdə öz üzərində elmi sahədə işləməyə çox gözəl şərait yaradılır. Misal üçün göstərə bilərəm ki, mən xaricdə ünsiyyətdə nitq mədəniyyəti fənnini tədris eləyirəm və bu fənnin üzrə kitab yoxdur. Ona görə də mən və kafedramızın belə bir müəllimlər, Nəsirova Ülviyə müəllimə, Musayeva Aysel müəllimə ilə birlikdə nitq mədəniyyəti kitabı üzərində işlədik və onu nəşr eləməyə professor Əhməd müəllimin köməyi ilə nəşr eləməyə hazırlaşırıq. Misal üçün mən bunu qeyd edə bilərəm. Çox gözəl. Bu qədər. Hər dəfə də onu qeyd eləmək üçün, hər dəfə auditoriyaya daxil olanda tələbələrimə qeyd edirəm ki, mən məhz bu universiteti bitirmişəm. Mənə elə gəlir ki, gələcəyin bir qismi insanın öz əlindədir. Bəli. Yəni, elmi iş üzərində işləmək, özünü təkmilləşdirmək. Bu arada stimul da həm də onlara, yəni göz qarşısındadır bütün nəticələr. Biz sizə təşəkkürümüzü bilir. Buyurun, buyurun. Məsələni əlavə edeyim. Bizim universitetin adı özü Azərbaycanın tarixi bir simvoludur, Odlar Yurdu. Bəli. Həqiqətən universitet də Samir Vəliyevin qeyd etdiyi kimi peşəkar kadrların hazırlanmasını özünün devizi seçib. Mən sizə səmimi deyə bilərəm ki, universitetin hər bir güşəsində, hər bir hissəsində bu o Odlar Yurdunun o odunun hərarəti belə deyək də hiss olunur. O qayğıkeşlik, o elmə həvəs, elm qapısının açılması, gənclərin elmə marağının artırılması və digər mədəni və sosial tədbirlər
Ona görə də Odlar Yurdu Universiteti o qeyd edədiyim o adıyla, Azərbaycançılıq adıyla paralel inkişaf edir. İnşallah da inkişaf edəcəkdir. İnşallah. Biz indi süjeti izləyəcək. Bridge School haqqında, yəni Odlar Yurdu Universiteti nəzdində fəaliyyət göstərən Bridge School haqqında. Hal-hazırda biz süjeti izləyirik. Sizə isə təşəkkürlərimizi bildiririk. Proqramımıza davam edəcək. Bakıda Britaniya məktəbi 1996-cı ildən orta ümum təhsil məktəbi olaraq fəaliyyətə başlayıb. Məktəb lisenziya aldıqdan sonra 2007-ci ildən orta ümum təhsil innovasiyalı təhsil ocağı olaraq xarici təhsilin tədris planı və proqramlarının tətbiqinə hüquq əldə etmişdi. Bakıda Britaniya məktəbi yekunda məzunlara Britaniya attestatı ilə yanaşı Britaniya diplomu da verir və bu sənədlər məzunlara imkan verir ki, onlar ölkənin ən qabaqcıl ali təhsil ocaqlarında həmin attestat əsasında müraciət etmiş olsunlar. Eyni zamanda bu diplomların əsasında məktəb məzunu istənilən Avropa, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər xarici ölkə universitetlərində imtahansız qəbul olunmaq şansı əldə etmiş olurlar. Təhsil ocağının daha bir üstünlüyü ondan ibarətdir ki, burada uşaqlar üçün hər cür şərait yaradılıb. Avropa standartlarına cavab verən otaqlar, zəngin kitabxanalar və geniş idman zalı mükəmməl təhsil almaq istəyən gənclərin ixtiyarındadır. Daha bir fərqlilikləri ondan ibarətdir ki, müəssisədə 40% xarici ölkə vətəndaşı təhsil alır. Tam orta innovasiyalı təhsil ocağı olaraq Britaniya məktəbi gənclərin bu ocaqda mükəmməl təhsil almasına tam zəmanət verir. Proqramımız davam edir və mən daha Odlar Yurdu Universitetindən daha bir məzunu bura dəvət etmək istəyirəm. Fidan Süleymanova, xoş gəlmisiniz. Hoş geldiniz. Təbrik edirik sizi. Çox sağ olun, minnətdaram. Və sizin daha bir özəlliyiniz var ki, siz həm də oxuyursunuz. Bəli, müğənniyəm. Hansı fakültətə Tərcümə və pedaqojini bitirdim. Bu il məzun oldum. Çox gözəldir məzun olmaq. Bütün məzunları təbrik edirəm və inşallah bu ilki abituriyentlərin hamısına tələbə olmağı arzulayıram. Və müayinə kimi də fəaliyyət göstərirsiniz? Əlbəttə, mütləq. Göstərirsiniz? Bəli, bəli. İşte ona sizi. Çox sağ olun. Taşıyırsan ölkəmin odlar yurdu adını, sənə qüvvət verir bu gençlərinin qüruru. Taşıyırsan ölkəmin odlar yurdu adını, sənə qüvvət verir bu gençlərinin qüruru. Sənə dünyada bənzər yox doğma universiteti, çünkü hər addımında yaşayır xatirələri. Okuyan herkes burada kulluk edir torpağa, yaşadır təhsilimi doğma universiteti. Okuyan herkes burada kulluk edir torpağa, yaşadır təhsilimi doğma universiteti. La 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 la. Xoşbəxtliyin rəmzisən,
Böyük məhəbbətlərin əzəli təməli sən özündə birləşdirdin. Həm elmi, həm sevgini sən yarattın ailəni, qovuşdurdun qəlbləri. Sənə dünyada bənzər yox doğma universitetim. Çünki hər addımında yaşayır xatirələrim. Oxuyan hər kəs burada qulluq edir torpağa, yaşadır təhsilimi doğma universitetim. Oxuyan hər kəs burada qulluq edir torpağa, yaşadır təhsilimi doğma universitetim. La 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 la. Oxuyan hər kəs burada qulluq edir torpağa, yaşadır təhsilimi doğma universitetim. Oxuyan hər kəs burada qulluq edir torpağa, yaşadır təhsilimi doğma universitetim. La 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 ni la 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 la. Oxuyan hər kəs burada qulluq edir torpağa, yaşadır təhsilimi doğma universitetim, doğma universitetim, doğma universitetim. Teşekkür ederim. Çok sağ olun, Fidan. minnettarım, çok sağ olun. Tamaşaçılarımız programımız devam edir və hazırda gələcək qonaqlarımız ali təhsilli keyfiyyətin artırılması, beynəlxalq standartlara cavab verməsi, universitetin beynəlxalq əlaqələri üzrə iş aparan Səbuhi Dadaşov, məzun, müəllim və beynəlxalq əlaqələr üzrə mütəxəssis. Xoş gəlmişsiniz. Səbinə Əliyeva, Biznes, İnnovasiya və Karyera Mərkəzinin direktoru və Əfqan Əsənov, keyfiyyətli təminat üzrə direktor müavini. Xoş gəldiniz. Səbinə xanım, ilk sualım sizə olacaq və bu il deməli Amerika üzrə yəni qəbul olunmuş bilməli bir dəqiqə qrantını siz qazanmısınız. Bəli, bu il Azərbaycan qazanıb o qrantı. Bu il Amerika tərəfindən beynəlxalq qonaq çərçivəsində Leadership proqramı adlı belə bir proqram olmuşdu qrant və çox xoşbəxt olduq ki, bu proqram Azərbaycanın qismət oldu qazanmaq və bu proqram çərçivəsində 49 universitetin arasında 4 universitet biz udmuşduq o qrantı və 4 universitetin arasında Odlar Yurdu da uddu. Mən Odlar Yurdu Universiteti 3 həftə Amerikada biz təmsil elədik kariyer mərkəzlərinin inkişafı üzrə. Və Amerikada olanda inanın ki, mənim şöbəm hələ gəncdir Odlar Yurdu Universitetində, amma çox xoş oldu ki, bizim tutduğumuz mövqü Amerika 100 ildən artıq onlarda bu kariyer mərkəzi inkişaf eləyir və bizim baxışlarımız və mövqülərimiz artıq üst-üstə gəlir. Yalnız düzdür, müəyyən belə bir yeniliklər var, hansı ki biz Amerikadan gətirdik bura və çox xoşbəxtəm ki, Əhməd müəllim dəstəyi ilə biz deməli Amerika modelinin üzərində qurulmuş kariyer mərkəzini artıq Odlar Yurdunda inkişaf elətdiririk və işləyir o. Aydındır. İstərdim ki, hal-hazırda məsələ bu qrantlarla bağlı tələbələrinizdən biri yəqin ki sizsiniz. Buyurun. Biraz aşağıdan danışın, zəhmət olmasam. Universitetin 3-cü kurs tələbəsi, eyni zamanda universitetdə işçi kimi fəaliyyət göstərirəm. Keyfiyyətin təminatı mərkəzinin direktor müavini vəzifəsində işləyirəm. Universitetdə keyfiyyətin təminatı mərkəzində biz tələbələrin tədris prosesində göstərdiyi nailiyyətlərin qiymətləndirilməsi, müəllimlərin qiymətləndirmə prosesini, ümumiyyətlə tədris prosesində istifadə olunan İKT məhsullarının, yeni texnologiyaların keyfiyyətin təminatı məsələlərinə baxırıq. Eyni zamanda universitetin əlaçı tələbələrindən biriyəm. Bir neçə konferanslarda elmi fəaliyyətimlə məşğul olmuşam. Bir neçə olimpiyadalarda iştirak etmişəm və müvəffəqiyyətlər qazanmışam. Həmçinin elmi fəaliyyət nəzdində 5 elmi məqaləm çıxmışdı və bir xarici məqalə nəşr etdirmişəm. Və eyni zamanda biz bu yaxınlarda kurikulum layihəsi çərçivəsində
Təhsil Nazirliyinin kurikulum layihəsi çərçivəsində 8 tender udmuşuq. Rayonlarda 5-ci sinif müəllimləri üçün yeni kurikulum tədris planlarının tədris edilməsi baxımından həmin kurikulum proqramında da mən koordinator vəzifəsində çalışıram. Aha, çox gözəl. Və Səbuy bəy, istərdim ki, sizə universitetində yəni beynəlxalq əlaqələr necə qurursunuz, bu haqda danışasınız, biraz informasiya verəsiniz. Mən ilk öncə bildirmək istəyirdim ki, həm universitetin magistr məzunuyam. Yəni nə gözəl, siz də məzunsunuz. Bəli, yəni öz universitetimizin məzunuyam və bununla mənə çox xoş təsir bağışlayır ki, yəni universiteti bitirmişəm, tələbə magistr olduğum dövrdə bir yerdə çalışdığım müəllimlərlə, rəhbəri ilə bir yerdə hal-hazırda birgə fəaliyyət göstərirəm. Və universitetin işçisi kimi beynəlxalq əlaqələr sahəsində mən onu deyə bilərəm ki, hal-hazırda Odlar Yurdu Universiteti dünyanın, Amerikanın, Avropanın, Türkiyənin aparıcı universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar, layihələr keçirdir. Və onu qeyd etmək istəyirəm ki, Odlar Yurdu Universiteti Azərbaycanda yeganə özəl universitetdir ki, Türkiyənin Yüksək Öyrətim Kurumu tərəfindən Yüksək Öyrətim Kurumu kimi, yəni universitet kimi tanındı. Bu da onu açıqlayır ki, Azərbaycanda, yəni ki, Odlar Yurdu Universitetində təhsil alan tələbələrin Türkiyədə, gələcəkdə Türkiyədə işlə təmin olunmasıdır, diplomlarının tanınmasıdır və yaxud da toplu şəkildə ümumi müəyyən bir sayda tələbənin, türk tələbənin Azərbaycanda Odlar Yurdu Universitetində gəlib təhsil alması və məhz Odlar Yurdu Universiteti tərəfindən verilən diplom, yəni Təhsil Nazirliyinin təsdiqi altında verilən diplomla onlar yəni ki, Türkiyədə də öz işlərin, karyeralarını davam edə bilərlər. Bundan əlavə universitetimiz Türkiyənin Süleyman Dəmirəl Universitetidir, Hacıtəpə Universitetidir, Avropa, İtaliya, Genua Universitetidir və mənim iş yoldaşım yəni qeyd elədi, Ali Təhsilin Keyfiyyatı Mərkəzi bizdə fəaliyyət göstərir ki, burada da Avropa Komissiyasının maliyyələşdirilməsi çərçivəsində Azərbaycandan səhvləmirəmsə 5 universitet və dünyanın 28-ə yaxın universiteti bu Tempus layihəsində iştirak elədi və biz də bu Tempus iştirakçılarından biriyik ki, ali təhsildə keyfiyyətin təminatı üzrə sənədlərin hazırlanması prosesini təşkil edəcəyik. Bu 3 illik bir proqramdır. 3 illik proqramda burada universitetin beynəlxalq əlaqələr üzrə nümayəndələrinin xaricdə səfərləri, xarici Avropa universitetlərinin tədris prosesinin təşkili və həmin təşkilin universitetə tətbiq olmasından ibarətdir. Hansı fakültetlər var? Bizə bakalavrda iqtisadiyyat istiqamətində dünya iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər, marketinq, maliyyə, texniki istiqamətdə kompüter mühəndisliyi, geologiya mühəndisliyi, riyaziyyat informatika müəllimliyi, 3-cü qrup istiqamətində tərcümə, pedaqoji müəllimliyidir. Bundan əlavə olaraq xarici dil tərcümə, 4-cü qrupda biologiya müəllimliyi və ümumi beynəlxalq iqtisadi münasibətlər fakültələr fəaliyyət göstərir. Amma magistratura 2 hissədən ibarətdir. Magistratura, ümumi magistratura proqramı, bir də var MBA proqramı. MBA proqramı yəni ki, məzun olmuşlar bilərlər və yaxud da ümumi məlumat üçün deyim ki, MBA proqramı Amerikada fəaliyyət göstərən iş adamlarının ali təhsil alması üçün təşkil olunmuş bir neçə nəfər gəncin təşkil etdiyi bir proqram olub və sonradan inkişaf edib. Hal-hazırda MBA proqramının ölkəsindən fəaliyyət göstərdiyi ölkədən asılı olmayaraq, universitetdən asılı olmayaraq, bunlar hamısı Amerika standartına uyğun olaraq təşkil olunmuş proqramdır. Ki, həmin proqramda da yenə də maliyyədir, biznesdir, biznesin idarə edilməsi təşkilidir. Ki, bu kimi fakültələr fəaliyyət göstərir. Məlumat üçün deyə bilərəm ki, bizdə bakalavr istiqamətində Amerika Lincoln Universiteti ilə əməkdaşlıq çərçivəsində bizim proqram fəaliyyət göstərir, İngilis dili proqramı ki, bunda da məzunlar, bakalavr pilləsini qutaran məzunlar ikili diplom almaq imkanı qazanır. Bizim bu proqram Türkiyə ilə, Süleyman Dəmirəl Universiteti ilə birgə də var və Avropanın bir neçə universitetləri ilə var ki, tələbələr qutaranda sonda ikili diplom alır. Bu, Azərbaycan Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Odlar Yurdu Universitetində təhsil alan tələbələrə aiddir və xaricdən birgə proqramda imzası olan həmin universitetə aiddir ki, həmin tələbələrin də diplomu xaricdə təhsili və yaxud da Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatlarda daha rahat, asanlıqla işləməsinə gətirib çıxarır. Bundan əlavə bizim universitetdə bəzi beynəlxalq əlaqələr çərçivəsində bəzi
strukturlar fəaliyyət göstərir. Bunlardan biri Yaşam Boyu Təhsil Mərkəzidir. Biz bu mərkəzi təşkil eləmişik Türkiyə Süleyman Demirel Universiteti ilə birlikdə və buna daxildir tələbənin yaşı olmur. Yəni oxumaq yaşa baxmır. Buna əsasən istənilən adam, istənilən vəzifəni, ixtisası bitirmiş adam müəyyən bir treyningdən, müəyyən qısa müddətli bir treyningdən keçərək öz ixtisasını dəyişə bilər və yaxud da inkişaf elətdirə bilər. Və bizim universitetdə fəaliyyət göstərən karyera mərkəzinə bizim dəstəyimiz də ondan ibarətdir ki, yəni tələbələrin hansısa sığorta şirkətində, bankda, hansısa bir təşkilatda fəaliyyət göstərərkən bunlar bəzən tədris materialları, yəni ki, tam özünü göstərmir. Müəyyən qədər praktikaya da ehtiyac var. Onun üçün də biz burada tələbələrə məsləhət görürük və tələbələrin həmin proqramı keçməklə, həmin işə daha da yaxından tanış olmağını təmin edirik. Səbinə xanım, sizin nəsə əlavələriniz var, mən istəyirəm. Bəli. Mən onu demək istərdim ki, ən əsası biz bilirsin necədir, biz o kurslara, universitetlərə müraciət edirik, şirkətlərlə alan təkliflərin əsasında. Ona görə ki, müəyyən şirkətlər var ki, indi Azərbaycanda tanınmış şirkətlər, adlarını belə reklam kimi çəkmək, bizdə onlarla əməkdaşlıq razılaşması var və onlar bizim uşaqlarımız sıx əlaqədə olurlar. Və ona görə də bunlar məsələn təklif edilir ki, hə, sizin uşağınız çox gözəl biliyi var, teoretik, amma praktiki yoxdur. Və ona görə də biz müraciət eləyirik ya şirkətin özünə, ya da Səbuhi müəllim qeyd elədiyi kimi Türkiyə o Distance Learning adlı belə bir proqrama, onlar uzaq məsafədə belə praktik, çox yaxşı eksperiensi olan əməkdaşlarına, müəllimlərdən dərs alıb və öz təcrübələrin səviyyəsini qaldırıb keyfiyyətli biliklər əldə eləməklə 2 diplom alınır. Həm Odlar Yurdu Universitetinin diplomunu alacaqlar, həm Türkiyənin, həm də ki, işini təmin olunurlar. Çox gözəl, çox gözəl, çox maraqlıdır. Bəli. Xüsusən də bax, onu çox gözəl vurguladınız ki, teoriyanı biləndən sonra təcrübə mütləq lazımdır. Hər bir peşə aid bu var, yəni hər bir peşə. Həm sizin peşənizə də aid olaraq mən onu sizə deyim ki, bugünkü gündə Azərbaycanda düzdür, tibb universiteti bitirən çox adam olur. Yalnız müəyyən belə bugünkü gündə çox yeni olan tibb cihazlarla işləməyə hər bir həkim bacarmır və bu şəraiti də biz yaradırıq Türk universitetlərinin birgə. Sizi kimi məşğul olan iş adamı, həkimsiniz və sizin vaxtınız olmayacaq ki, xaricdə gedib bir neçə ay orada oxuyasınız. Onu da biz təşkil edirik ki, burada sizi kimi, hər kim istərsə bizə müraciət edə bilər və Türkiyənin... Siz deyin, mən özüm biraz tələbə hiss eləyim. Siz bizə müraciət edə bilərsiniz və biz o Süleyman Demirel Universiteti ilə bağlantıda sizi kimi tələbələrə biz yardım eləyirik ki, tibb sahəsində bütün lazımı olan, istifadə olunan yeni avadanlıqlar peşəkar, çox gözəl bir şeydir. Çox gözəl bir şeydir. Və ən əsası bu elə belə sertifikat alınmır. Doğrudan da Türkiyədə YÖK sistemində tanınmış diplom sizi əldə eləyəcəksiniz. Bax, bunu bilmirdim Odlar Yurdu Universiteti haqqında. Çox maraqlıdır. Və bir maraqlı bir hal var. Mən elə belə Səbinə xanım söyləmədim ki, tələbə mənə söyləyin. Tələbə olmaq da oradan çox gözəl bir şeydir. Məzunlar buna lazımdır. Mən hiss eləyir, yoxsa hiss eləmir Odlar Yurdu Universiteti? Mən özüm də indi tələbəyəm. Tələbəsiniz yenə də. Mən Odlar Yurdu Universitetinin doktoranturu. Amma gözəl bir şeydir tələbə olmaq. Və gəlin görək Odlar Yurdu Universitetində məzunlar günü necə keçirilib. Siz təşəkkürümüzü bildiririk. Hal-hazırda sujetimizə baxırıq. Gələcək nəsillərin savadlı, mədəni, ağıllı formalaşması üçün təhsil vacibdir. Təhsilini Odlar Yurdu Universitetində alan tələbələr buna bariz nümunədirlər. Mükəmməl tədris sistemi və təcrübəli müəllim kollektivi sayəsində universitet hər zaman öz fərqliliyini qoruyub saxlayıb. Bugün tələbələrin həyatında önəmli bir gündür. Tələbələr öz biliyi sayəsində qazandıqları ali məktəbi bitirərək müstəqil həyatın açarlarını əldə edəcəklər. Bu ilki məzun gecəsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anıldı. Dövlət himni səsləndirildikdən sonra universitetin rektoru Professor Əhməd Vəliyev tədbiri açıq elan etdi. Bugün mən düşünürəm ki, Odlar Yurdu Universiteti üçün böyük bir bayramdır.
Ben hesap ederim ki Odlar Yurdu Üniversitesi'nin bu 17 ilde elde ettiği nailiyetler her bir mezunumuza, her bir talebemize malumdur. Odlar Yurdu Universitetinin əldə etdiyi nailiyyətlər günü-gündən artır. İlk universitetdir ki, Türkiyənin Yüksək Öyrətim Kurulu tərəfindən qəbul olunub. 13-cü məzun buraxılışını qeyd edən universiteti bu il 662 məzun bitirir. Təhsil, mədəniyyət, idman və digər sahələrdə uğur qazanan Azərbaycanı dünyaya tanıdan tələbə və müəllim heyəti bugün öz nailiyyətlərinə görə fəxri fərmanla təltif olundular. Bu ilki məzun gecəsində tək 2012-ci ilin məzunları deyil, həm də müxtəlif illərdə universiteti bitirən məzunlar da iştirak edirlər. Biraz heyfslənirsən ki, yaş gedir, insanın yaşı ötür. Kaş bir də qaydardım həmin günlərə, həmin o ili yaşayardım. Universitet haqqında çox şey demək olar. Mən əsas onu vurğulamaq istərdim ki, hal-hazırda burada təhsil alan tələbələr bu illərin qədrini bilsinlər. Mən bu dəqiqə bura gəldim, bu hissi mən başqa işləyə dəyişmərəm.